Sosial şəbəkələrdə dostlarının səyahət etdiyini, yeni nələrsə aldığını və ya uğurlarını paylaşdığını görmək bəzi insanlar üçün sevindirici deyil, əksinə stresli və narahat edici olur. Bugünkü cəmiyyət görünmə üzərində qurulub. Belə ki, bir çox insan real həyatda yaşamadığı xoşbəxtliyi rəngli kadrlarda təqdim etməyə çalışır. Digərləri isə həmin paylaşımlara baxaraq öz həyatının mənasız və uğursuz olduğunu düşünür. Burada əsas məsələ başqalarının həyatına real və obyektiv yox, filtrlənmiş gözlə baxmağımızdır. İnsanlar paylaşdığı anları seçir, amma izləyicilər bunu gündəlik həyatın reallığı kimi qəbul edirlər. Psixoloq Qətibə Abdullayeva deyir ki, əslində sosial şəbəkələrdə çox paylaşım etmək, müsbət anları şişirdilmiş formada bölüşmək insanın daxilindəki boşluqdan xəbər verir. Ancaq xoş anlarımı göstərmək və xoş anların üzərindən danışmaq və insanlara bunu göstəriş kimi təqdim eləmək özünü təsdiq etmək deməkdir. Adətən bu özgüvənsizliyin də göstəricisi olur. Uzaqdan tanıdığı belə insanların həyatlarını orada görüb, amma gerçək həyatda belə olmadığını görəndə anlayırlar ki, hə, doğrudan da belə deyil, yəni ideal həyat deyil. Əgər mən sosial şəbəkədə insanların xoş anlarını baxıb özüm depressiyaya qapılıramsa, özümü narahat hiss eləyirəmsə və bu mənim həyatıma təsir göstərirsə, vaxt ayırmalıyıq ki, biz sosial şəbəkədən biraz uzaq qalaq, dostlarla, ətrafla daha çox vaxt keçirdək və həqiqətən də ideal həyatın mövcud olmadığını qəbul eləmək lazımdır. Mütəxəssisin sözlərinə görə, öz həyatından məmnun olmayan insanlar belə paylaşımları gördükdə özünü həyata, bəzi prosesləri yaşamağa gecikmiş hiss edir. Bunun təsiri ilə də özgüvən və motivasiya əskiliyi yaranır. Bəzən bu hal depressiyaya və sosial təcridə də gətirib çıxara bilər. Hər kəs həyatını daha ideal, daha yaxşı görmək istədiyi üçün özünü daha yaxşıları ilə müqayisə eləməyə çalışır, amma müqayisə etməməliyik. Olduğumuz durumdan şükür etməliyik, kifayətlənməyi bacarmalıyıq, olduğumuz durumdakı yaxşı nüanslara fikir verməliyik ki, mənim həyatımda yaxşı nələr var ki, bəlkə sosial şəbəkədə insan ancaq səyahətini paylaşır, amma normal olaraq normal bir şəxsi həyatı yoxdur. Sadəcə məmnun olduğu hissəsi orasıdır, başını qatır özünü desək daha doğru olar. İnsan bunu da dəyərləndirməlidir. Yəni biz ancaq görüntüyə baxıb dəyərləndirməməliyik ki, qarşımızdakı insan həyatı mükəmməldir, biz çox bərbad həyat yaşayırıq, yəni belə deyil. Hər kəsin həyatının yalnız ən yaxşı anlarını görürük. Amma o anların arxasında çox zaman yorğunluq, stres, təzyiqlər və bilmədiyimiz problemlər dayanır. Sosial platformalarda birinin qüsursuz həyatı digərinin yetərsiz olduğu anlamına gəlmir. Sadəcə onların paylaşma üsulu fərqlidir. Ayşən Sərdarqızı, Cəfər Qasımov, Xəbər Ertəsi.